Salam dostlar, bu videomu bəyannamə verərkən çətinlik çəkən izləyicilərim üçün çəkirəm. Ən çox edilən səhvlərə aydınlıq gətirəcəm. Temuda 8 müxtəlif məhsul sifariş etmişəm. Gördüyünüz kimi 8 məhsulun ümumi qiyməti Temuda 65 manat 47 qəpik göstərilir. Lakin Smart Customs'da bu məbləğ 65 manat 69 qəpikdir. Aradakı 22 qəpiklik fərqin səbəbi isə kredit balansından avtomatik tutulmuş məbləğdir. Bunu xüsusilə vurğulamaq istəyirəm. Tem bunu sizdən icazəsiz avtomatik tutur. Eyni zamanda kartdan da 65 manat 47 qəpik çıxılır. Kredit balansında pul olduğunu çoxumuz unuduruq. Əminəm ki, bəzi izləyicilərim də unudur. Elə bu səbəbdən Temu ilə Smart Customs arasında qiymət fərqi yaranır və bəyannamə verənləri çaşdırır. Sifarişçilər adətən kartdan çıxılan məbləği invoice qiyməti kimi yazır. Bu isə ən çox edilən səhvlərdən biridir. Unutmayın, kredit balansındakı pul da sizin pulunuzdur. Məndə cəmi 22 qəpikdir. Amma elə istifadəçilər var ki, kredit balansında 5-6 AZN olur və kartdan müvafiq olaraq 5-6 manat da çıxılır. Ona görə həmişə Smart Customs'da göstərilən məbləği əsas götürün. Həm qiymət, həm də miqdar olaraq. İkinci məqam, ən çox verilən sual. Ən bahalı məhsulu bəyan etməliyəm, yoxsa istəniləni öz təcrübəmə əsaslanaraq deyirəm. Fərqi yoxdur, həmin sifarişdəki istənilən məhsulu seçib bəyan edə bilərsiniz. Bəzən bahalı məhsulun əsas və alt qrupunu seçmək çətinləşir. Belə hallarda kateqoriyasını asanlıqla tapdığınız hər hansı məhsulu seçin. Məsələn, bu 8 məhsuldan ən bahalısı trinajör alət bantlarıdır. Lakin sizə sübut etmək üçün ən ucuz məhsulu, yəni qiyməti 5 manat 56 qəpik olan maşın ətrini seçib bəyan edəcəm. Üçüncü məqam, miqdar. Neçə yazacağımı soruşanlar olur. Yəni mən miqdar olaraq neçə yazım? 1 yazım, yoxsa sifariş etdiyim məhsulun miqdarını yazım? Mən adətən Smart Customs'da göstərilən miqdarı yazıram və sizə də bunu tövsiyə edirəm. Düzdür, yoxlamaq üçün 1 də yazmışam, məhsulum gəlib. Məhsulun sayını da yazmışam, yenə məhsulum gəlib. Amma yenə təkrar qeyd edeyim ki, Smart Customs'da göstərilən miqdarı yazıram və sizə də bunu tövsiyə edirəm. Dostlar, hər hansı sualınız varsa mütləq şərhlərdə fikirlərinizi mənimlə bölüşün. Bu video faydalı oldusa sevindim. Bəyənib paylaşmağı unutmayın.